Buyurun, efirdə siz eşitirik sizi. Sabahınız xeyir olsun Vəfa, sizi və tamaşaçıları salamlayıram. Həftənin ilk iş günüdür və ilk iş gününə olan yollardakı vəziyyətlə bağlı ən son məlumatları biz tamaşaçıların diqqətinə çatdırmağa çalışacağıq. Biz hazırda Əbdülvahab Salamzadə küçəsindəyik, üzü Ziya Bünyadov istiqamətində, eləcə də digər tərəfdən üzü 20 yanvar istiqamətində nəqliyyatın hərəkətində elə kameralardan da gördüyünüz kimi sıxlıq müşahidə olunur. Amma təbii ki, bununla yekunlaşdırmıq xeyir. Digər yollardakı vəziyyətlə bağlı da ən son məlumatları biz Nəqliyyatın İdarəetmə, İntellektual İdarəetmə Mərkəzindən ən son məlumatları da əldə etmişik. Mən istəyirəm ki, bunu da tamaşaçıların diqqətinə çatdırım. Belə ki, Bakı-Sumqayıt şosesi 20 yanvar metro stansiyası istiqamətində, eləcə də Ali Mustafayev küçəsi Ziya Bünyadov prospekti istiqamətində, bununla paralel olaraq Tbilisi prospekti 20 yanvar metro stansiyasından mərkəz istiqamətində, eləcə də Tbilisi prospekti İzmir küçəsi ilə kəsişmədən 20 yanvar metro stansiyası istiqamətində, bununla paralel olaraq Yusif Səfərov küçəsi mərkəz istiqamətində, Heydər Əliyev prospekti əsas yol mərkəzi istiqamətində, Heydər Əliyev prospekti köməkçi yol mərkəzi istiqamətində, bununla paralel olaraq Ziya Bünyadov prospekti Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 yanvar metro stansiyası istiqamətindən, eyni zamanda Üzeyir Hacıbəyli küçəsi Azadlıq prospekti ilə kəsişməyə qədər də nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur, amma bununla da yekunlaşmır. Digər tərəfdən 28 May küçəsi Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər, 1-ci göl kənarı yolu Ziya Bünyadov prospekti istiqamətində 8 noyabr prospekti Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəzi istiqamətində, Rəşid Behbudov küçəsi mərkəzi bank istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Vəfa, indi bizim hazırda dayandığımız yolla bərabər olaraq 14 küçə və prospektdə nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Vəfa, yollarda ən son vəziyyətlə bağlı məlumatları biz diqqətinizə çatdırmağa çalışdıq.